Dafna sözü var Azərbaycan dilində? Yox. Deyirsiniz ki, bu dəfnə deməkdir. Dəfnə axı Azərbaycan dilində dafna deyil. Nədir adları, nə cürdür adları, bunların mənasını bilmir. Mənası da yoxdur. Kim nə cür bilir, elə də. Azərbaycanda dilin saflığının qorunması, dilin norma və qaydalarına əməl edilməsi hər kəsin qarşısında vəzifə kimi duran vacib məsələdir. Hazırda ölkə başçısının ana dili ilə bağlı irəli sürdüyü strategiyanı əməli fəaliyyətə keçirmək üçün bir sıra tədbirlər də müəyyənləşdirilib, dilimizin qorunması istiqamətində addımlar atılır. Amma paytaxt küçələrində də bir saat addımlamaq kifayətdir ki, dilimizlə bağlı qaydaların pozulması ilə rastlaşaq. İctimai iaşə obyektləri, iri firmalar, mağaza və dükanların, kafe restoranların adlarında dilimizlə bağlı problemlər bir sıra məqamlarla bağlıdır. Açıq məkanlardakı reklam qurğularının mətnlərində dil normalarının pozulması kimi bəzi hallarda qaydalara da riayət olunmur. Mağazanın adı maraqlıdır. Turban moda nə deməkdir? Turban moda, yəni turban. Hicabın adıdır, turban moda. Yəni turbandır da əslində, bəli. Bəs niyə turban yazılır? Turban yazılır. Belə məlumat verə bilmirəm mən tam olaraq. Paytaxt küçələrini gəzdikcə üzərində turban, dafna, madina yazılmış dükanlarla qarşılaşırıq. Bəzilərinin mənasını anlamaq üçün azı 2 dəfə baxdığımız belə hallarda dilimizlə bağlı qaydalar pozulur. Üzlərinin görünməsini istəməsələr də bu məsələni məhz sahibkarların özləri ilə araşdırmağa çalışdıq. Səhifə açanda Ə hərfi istifadə oluna bilmir. Instagram səhifəsində gedir də söhbət. Bəli. Ona görə Ə-nin yerinə A-nı əlavə eləmişik. Amma bilirsiniz də orada yazılıb Madina və bu Mədinə deməkdir. Bu eyni zamanda bizim dilə xələldir. Çünki bizdə Madina deyil, məhz Mədinədir. Bunu bilirsiniz də? Onun dəxli yoxdur. Yəni o elə problemli bir şey deyil yəni. Prosto səhifə açanda Ə hərfinə icazə verilmir. Onda gərək elə olsun ki, Ə hərfinə səhifələr açılanda icazə verilsin ki, bəs cəmaatda A eləməsin, Ə hərfinə əlavə. Siz düşünürsünüz ki, burada sırf problem budur. Problem budur, əlbəttə problem budur. Həmçinin ictimai iaşə obyektləri, iri firmalar, mağaza və dükanların, kafe restoranların idarəçiləri hələ də reklam lövhələrində daha çox əcnəbi adlara üstünlük verirlər. Bu məsələdə dil normalarının pozulmasına əsas səbəb sahibkarların özlərini modern göstərməsi və müştəri cəlb etmək düşüncəsi ilə bağlıdır. Belə ki, sahibkarlar insanların yerli brendlərə inamının azlığını, əhalinin əcnəbi istehsala üstünlük verməsini əsas şərt kimi göstərərək xarici adlar seçirlər. Baxmaq lazımdır. Əlbəttə, Azərbaycan dili yeganə dildir. İstəyir firma olsun, istəyir Amerikada olsun, hamısı Azərbaycan dilində yazılmalıdır. Bəli, mən belə düşünürəm ki, hamısı Azərbaycan dilində yazılmalıdır. Çünki bizim dilimiz odur. Bizim ayrı mən nətər oxuyum. Məsələ bura nə yazılıbdır? Hələ bu yaxşıdır, orada ərəb dilində yazılıbdır. Bəs bu məsələ ilə bağlı tənzimləmələr necə aparılır? Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azərinin sözlərinə görə reklam haqqda qanunda nəzərdə tutulub ki, açıq məkanlardakı reklam qurğularının mətndə xarici dildən istifadə oluna bilər, ancaq müəyyən meyarlarla. Bu halda xarici dildə olan mətn Azərbaycan dilində olan mətndən sonra gəlməlidir və xarici dildə olan mətnin ölçüləri Azərbaycan dilində olan mətnin ölçülərindən böyük ola bilməz. Bu, qanunun tələbidir. Yəni, sahibkarlar bilməlidirlər ki, ümumiyyətlə açıq məkanda obyektlərin üzərində reklam yerləşdirməzdən əvvəl İlk əvvəl Dövlət Reklam Agentliyindən icazə alınmalıdır və icazə alınarkən təbii ki, burada dövlət dilinin qorunması normalarına baxılır. Əgər qanunvericiliyin tələbləri pozulmadığı halda həmin reklamların yayımına icazə verilir. Qeyd edək ki, 2025-ci il ərzində qanunvericiliyin tələblərinə cavab verməyən 50 minə yaxın reklamın yayımı dayandırılıb və bunlardan 500-ü dövlət dili haqqında qanunun pozulması ilə bağlı olub. Hazırda dövlət dilinin qorunması istiqamətində işlər görülür. Biz hazırda Əqli Mülkiyyət Agentliyi ilə birgə işçi qrupu yaratmışıq və bu işçi qrup sahibkarların dövlət dilinin qorunması ilə bağlı maarifləndirilməsi istiqamətində tədbirlər planı hazırlayır. Eyni zamanda Dövlət Reklam Agentliyi olaraq açıq məkandakı reklamlarda dövlət dilinin təşviqi ilə bağlı tərəfimizdən kampaniyalar daha da gücləndirilib və bu istiqamətdə sahibkarların maarifləndirilməsi işi tərəfimizdən davam etdirilir. Bununla yanaşı agentliyin rəsmi internet
internet səhifəsində ictimai nəzarət platforması da yaradılıb. Yəni bu o deməkdir ki, istənilən vətəndaş açıq məkandakı hər hansı bir reklamda qanunvericiliyin tələblərinin pozulduğunu aşkarladıqda, həmin ictimaiyyət nəzarət platforması vasitəsilə o məlumatları bizə ötürür və biz tərəfdən təbii ki, operativ reaksiya verilir və həmin reklamların yayımı dayandırılır. Reklam istənilən məhsulun brendin tanınmasıdır. Dil isə milli kimliyimizin brendidir. Ona görə də ana dilimizin, Azərbaycan dilimizin qorunması gəlirimizdən də, özümüzdən də üstündür. Odur ki, prioritetimiz məhz dilimiz olmalıdır. Norma və qayda daxilində. Könül Ərşadlı, Rahim Mustafayev, Real.